Məncə pip install qurtardı. Artıq qovuşdu tarixə. Pip install bizə bəlkə də daha lazım olmayacaq. Qocaçılar və proqramlaşdırma dünyasını sevən hər kəsə salamlar. Necəsiniz? Sizlərə Python dünyasında elə bir şey göstərmək istəyirəm. Bəlkə də bu gündən sonra siz məsələ bunu istifadə edəcəksiniz. Mən bugün sizlərə Python paketlərinin idarəsindən danışacağım. Həm müasir, həm də tez işləyən. Üstəlik də ki, pip sözündən daha da qısa. Söhbət gedir UV. Təsəvvür edin ki, bu UV həm pipdən sürətlidir. Pip install yazırıq. Bax, ondan sürətlidir. Eyni zamanda da ümumiyyətlə UV-nin ən gözəl xüsusiyyəti mənim layihəmi lokal olaraq yaşadır, lokal mühitdə tanıtdırır və ümumiyyətlə mənim layihəm izolyasiya içindədir. Yəni, heç bir şeylə qarışmır. Bir də onu vurğulayım ki, UV tamamilə Rust dilində yazılmış, mənim layihələrimi rahat, səliqəli və sürətli saxlayan bir mükəmməl paket idarəçisidir. Onu tanımağa dəyər. Ən maraqlı xüsusiyyəti bilirsiniz nədir bu paket idarəçisinin? Mən Venv barədə düşünmürəm. Virtual mühiti özü mənim üçün təşkil edir, özü aktiv edir, özü bütün nələri qoşmuşamsa təşkil edir. Bununla mən daha narahat deyiləm. Üstəlik də ki, layihəmdə istədiyim, tamamilə rahat şəkildə istədiyim Python versiyasını çəkib layihəmdə istifadə edə bilərəm. UV doğrudan da möhtəşəmdir. Belə ki, yaxın durun, UV-ni yaxından tanıyaq. Təklif edirəm UV Package Manager, özdəki çox sürətlə işləyən bu Package Manageri mən elə öz saytından yükləyim. docs.astral.sh saytından mən artıq burada keçid alıb installation'da onu təşkil edəcəm. Özdəki özü yazır. An extremely fast Python Package and Project Manager written in Rust. Rust dilində yazılmış mükəmməl, sürətli bir package idarəçisidir və onu inşallah ki içi doludur onun haqqında. Amma mən əsası nədir ona keçid alım. Məsələn ondadır ki installation keçəcəm və burada Windows'da siz bura keçid alıb yazacaqsınız. Amma mən MacOS əməliyyat sistemindəyəm. Ona görə CURL götürüb kopyalayıb mən keçid alacağım terminala. Burada kopyaladığımı terminala atım. Görək nə olur. Mən terminaldayım. Sizlər istənilən terminal istifadə edə bilərsiniz. Kodias kanalında ayrıca MacOS əməliyyat sistemində terminallar hansılardır və necə təşkil olunub buna dair ayrıca bir video var idi. Mən istifadə etdiyim Kitty terminaldır və elə həmin orada götürdüyümü istəyərəm bura atım və enter vurum. Biraz gözləməli olacaq, amma mənim üçün yazır və hazırdır. Hətta gedib bir yoxlayım işləyir-işləmir, UV yazıram və enter vururam. Ola bilsin işləməsə belə terminal bağlayın, təzədən açın, işləyəcəkdir. İndi isə vaxtıdır ki, mən artıq VS Code'da öz layihəmi UV vasitəsilə təşkil edim. İlk birinci onu deyim ki, hansısa bir qovluqdur, orada layihə qurmaq istəyirəm. Qovluqda heç nə yoxdur, hətta terminalda göstərə bilərəm. ls, hətta bütün fayllarıma baxmaq istəsəm, lsa deyirəm, heç nə yoxdur və UV artıq məndə terminalda işləyirdi, bilirdim. Demək ki, burada da işləyəcəkdir və İlk birinci işim nədən ibarət olsun və baxaq görək ki, inisializasiya versəm nə baş verər. UV init yazıram və enter vururam. Initialize project Python. Əla, qovluğumun adı Python'da elə Python'da təşkil etdi. Hətta sizin üçün mən göstərim indi bu saat nə var. Artıq readme md file, main py və toml faylı. Baxın, artıq birbaşa txt faylı değildi. Yadınızdaysa requirements txt var idi. Amma burada PyProject toml faylı. Bu faylın özü də çox maraqlı və gözəl fayldır və bütün əslində sazlamalarımı orada təşkil edirəm. Eyni zamanda mən hətta belə də baxa bilərəm ki, daha nələr yazıb və görəcəm ki, mənim üçün işimdə hətta git ignore da təşkil edib, Python version təşkil edib, toml faylının özünə də əslində baxa bilərəm
ki, sən demə burada çox maraqlı işlər görmək olacaqdır. Asılılıqlar nə varsa birazdan mən dəvət edəndə onlar burada deməli mövcud olacaqlar və indidən hətta deyir ki, requires Python versiya 3.13 və daha çox. Əslində bunu layihəmdə lazım olsa dəyişə də bilərəm, azalda da bilərəm və belədir ki, artıq başlanğıc üçün mənim hər şeyim var. Təklif edirəm, mənə verdiyi main.py faylına bir baxım və ehtiyacım yoxdursa onun içindəkiləri silim və öz bildiyimi yazım. Onun üçün kod artıq VS Code-dayım deyə mən həmin kod komandası ilə birbaşa həmin faylı VS Code-un içində aça da bilərəm. Main.py və terminalı bağlaya bilərəm, belədir ki, deməli içində artıq bunu by default mənə verir. İndi bu saat istəyim o deyil. Amma nə etmək istəyirəm? İstəyirəm eyni zamanda UV-ni artıq niyə də pip install eləyə bildiyimi burada etməyim. Mən pip heç istifadə etməyəcəm, UV istifadə edəcəm və gəlin burada deyim ki, UV add requests. Belə bir mənim bildiyim bir modul var. Onun barədə artıq Kocaz kanalında çox maraqlı bir video dərs var. Mütləq baxın və enter vururam. Mənim üçün onu gətirir və artıq hazırdır. Gəlin bunu buradan hətta yığışdırmayım. Gəlin toml fayla da baxaq. Code PyProject toml və artıq görür ki, requests mənim üçün həmin o dependencies olan hissədə asılılıqlarda mövcuddur və nə qədər əldə eləsəm onların hamısı burada olacaqdır və istəyirəm nəsə bura əlavə edim, görək ki, bunu necə icra etmək lazımdır. Belədir ki, mənim Python faylım var və UV add özüm üçün bir package olan request'i dəvət elədim. Request varsa məncə bir şey yazmaq olar. Gəlin sizlərə hazır standartım imiş bir kod əlavə edim. Əlimlə işlə yazmayacağım. Artıq hazıra ata bilərəm və bu sadəcə API olaraq zarafatları götürüb göstərmək istəyirəm. Baxaq görək nə alınır. Request var. Mən pip install eləməmişəm. Mən venv aktiv etməmişəm. Mən nə etmişəmsə UV nə etmişəm. Init etmişəm ki project olsun. Sonra UV add eləmişəm. Nədir? Hər hansı bir modulları dəvət edim. İndi isə mən istəyirəm terminalı açım və burada Python main.py yaza bilməyəcəm əslində. Python main.py yazıb enter vursam o heç işləməz də. Niyə? Çünki mən indi bu saat mühit olaraq venv qoşmamışam və ona görə də bu belə işləməz. Özüm bilə-bilə heç bir Python'ın venv modulunu atmamışam bura, heç bir pip install etməmişəm. Hər şey UV, hər şey sıfırdan, hər şey təmiz. Və görək, venv heç nə eləməmişəm ha. Doğrudan da lokalda izolyasiya şəklində mənim üçün bu işi təşkil edəcək. Doğrudan da özünün lokal venvi var, özünün artıq qurduğu bir motorikası var. Mənə çox maraqlıdır. Onu yoxlamaq üçün yenə də UV ilə deyəcəm. UV run main.py. Mən Python main.py yazmıram. UV-yə deyirəm ki, qoş görək nə olur. Və enter vururam. Və bu arada mən bir şey verdim mi? Yox, save etmədim. Üzr istəyirəm. Bu da bir sürpriz. Amma error almadım ən azı. Yenə də run edirəm. Gedir URL-dən alır və knock knock. Who's there? Hatch. Və fikir verin ki, hər hansı bir onların zarafatıdır. Amma işlədi. Nə gözəl. Fikir verin ki, çox maraqlı bir, həddən ziyadə çox maraqlı bir məqamdır. UV ilə etdiyimi UV ilə çağırıram və venv barədə düşünmürəm. Heç düşünmürəm ha. Nə maraqlıdır. Virtual mühiti əlimlə yazmamışam, çağırmamışam, işlətməmişəm. Əslində UV venv də deyə bilərəm ha, indi onu da yoxlayaram. Amma belədir ki, hər şey özündə lokal gözəl işləyir və yenə də deyim ki, gəlin UV run main.py deyim və eyvallah. Mənim üçün bir zarafatdır verir. Hər dəfəsində çox maraqlı olur və görürəm ki, gözəldir, işləyirmiş. Heç nə mənə lazım deyil. Möhtəşəmdir. UV Package Manager özünü çox
gözəl doğrultdu, gözəl göstərdi və bizlər bunu belə də yazırıq. Gəlin mən bir də başqa bir imkandan danışım. Deməli, əgər mən hər hansı bir modulu əlavə edə bilirəmsə UV add-lə, deməli UV remove da var. Elə əlavə etdiyimi silə də bilirəm. Onun üçün yazıb yoxlama ehtiyacı yoxdur. Onu özünüz də yaza bilərsiniz. Amma mən yaza bilərəm ki, baxaq görək nə versiyalar var. UV Python list səhv etmirəmsə belədir. Enter və fikir verin ki, mən köhnə versiyalarda keçid ala bilərəm. Düzdürmü? Və son versiyalarda maraqlı versiyalar var. 3.15 belə burada mənim üçün beta versiya olaraq yerləşib. Amma 3.14 tam odur əslində. Düzdür, mən indi bu saat səhv etmirəmsə 3.13 istifadə edirəm və artıq məndə göstərir ki, mən nəyi yazmışam özümə. Amma belə ki, marağım varsa 3.14-ü dəvət etmək istəyərəm. Sözün açığı bunun üçün gəlin təmizləyim və deyim ki, UV Python install 3.14 enter və o mənim üçün çəkəcək 3.14-ün versiyasını və gətirəcək. Mən ona keçid ala da bilərəm əslində və indi bu saat mən artıq anladım ki, mənim proyektimdə istədiyimi əlavə edə bilərəm. Amma başqa digər məqamlara keçid almadan qabaq icazə verin 3.9-u da cəhd edim kompüterimə yazmağa, yəni bu lokalda bu işi görəcəm deyə enter vururam və indi bu saat mənim üçün 3.9 belə gəldi. Mən istənilən, çox maraqlı bir şeydir, istənilən bir variant özüm üçün təşkil edə bilərəm. Amma fikir verin ki, yəni hər şey öz yerində. Burada fikir verin ki, bu fayllar, bu işlər təşkil olunub və 3.8 də mənə maraqlıdır. Belədir ki, hamısını yazım və görürəm ki, effektli şəkildə gedir. Bir mənalı olaraq eyni zamanda UV log da işləyir. Hər şey bir sözlə gözəldir. Mən amma gedib deyərəm ki, gəl indi köçürtdüyümə keçid alım. Çox istəyirəm bilim nədir, nə deyil və gəlin deyim ki, mən əslində deyə bilərəm ki, UV Python pin və 3.14, yəni 3.13 yox ha. Get Python'ın 3.14'ünü istifadə et. Enter vururam və bəli, mən 3.13-dən keçid aldım 3.14-ə. Yəni mənim elə layihələrim var ki, konkret filan versiyada işləyir və ondan kənara keçmək istəmirəm. Yəni hətta bu işi quranda elə oldu ki, UV özü ən sonuncu versiyaları mənim üçün əlavə etdi, amma deyirəm yox. Mənim layihəm məhz 3.14-dədir məsələn. Və yaxud da ki, geriyə gedirəmsə, həmin versiyanı pin olaraq vurğulayıram. Eyni zamanda gəlin sizə bir də Venvi göstərim. Daha artıq hər şey göstərmişiksə, hal-hazırda və baxın görün burada özü o işi görəcəkmi? Artıq görüb əslində. Artıq Venvim var. Çox maraqlıdır. Heç ona şərait qura da bilmədim, amma deyə bilərəm UV Venv belə bir şey də yaza bilərəm. Enter vururam və fikir verin ki, artıq deyir ki, mövcuddur. Yaradım mı və s. və ilaxır. Amma elə nə varsa enter vurum, qoy getsin və fikir verin ki, özü mənim əvəzimə source Winv bin activate yazdı. Baxın, bu məqamı sizin üçün ayrıca göstərmək istəyirəm ki, həqiqətən də UV doğrudan da nə maraqlı formada mənim üçün həm sürətli, həm rahat, həm də səliqəli iş görməyimə şərait qurur. UV istifadə etməyə dəyər bir package managerdir. Soruşursunuzsa ki, başqa nə etmək olar UV-də? Əslində bir çox şeylər olar. Onun sözü gedən mən göstərdiyim saytda əməlli başlı hansı komandalar mövcud, ona hamısına baxa bilərsiniz. Amma məsələn, eyni zamanda bayaq mən nə etdim? Keçid aldım 3.14-də səhv etmirəmsə, özdə 14.5-i göstərmişdi. Məsələn, öyrənmək istəyirəm ki, hansı Python versiyasında mən keçid aldım, hansı işləyində bu saat. UV run Python və version deyə bilərəm. Enter vursam 3.14 və 5-ə keçid aldım. Eyni zamanda bunun qısa versiyası səhv etmirəmsə böyük V ilə yazılır. Tamam, əla.
Başqa nə edə bilərəm? Əslində komanda ötürə də bilərəm UV vasitəsilə. Deyə bilərəm ki, UV run Python və məsələn burada deyə bilərəm ki, print gəlin burada deyim ki, kodi.az belə bir şey print et deyəcəm və enter vuracam. Evala. Hərdən elə anlar lazım olur ki, bir fikirləyin ki, heç bir şey etməmişəm. Hər şey özündə elə öz qutusundan mənə verilir. Hətta mən komandada ötürə bilərəm. Onu başa düşəcək və dırnaq içində hər şey düzgün yazmışamsa Python kodu olaraq o mənə onu icra edə bilər. Bizlər UV ilə çox şeylər edirik. UV-nin toolları da var, UV-nin bir çox işləri var. Amma düşünürəm ki, ilkin tanıtım üçün və nə qədər vacibdir onu göstərməyə çalışdım və alındırdım. Əslində başqa şeylər də var, amma yenə də bizlər UV-ni bütün formada istifadə edirik. Gəlin mən sizə başqa bir məqamı da göstərim. Biləsiniz ki, TOML faylı bizim üçün nə üçündür və ümumiyyətlə başqa xassələr orada olanda da onları dəyişmək mümkündür deyə göstərim. Məsələ ondadır ki, ola bilsin mən bayaq gördüyünüzdə UV init yazdım, proyektime başladım. Amma sonra müəyyən oldu ki, bu proyektdə sən demə yazmaq istədiyim əvvəlki proyektlə çox sıx bağlıdır. O həmin versiya isə 3.9-dur. Deyək ki. Və indi bu saat hətta sizə TOML-ın özünü göstərim bir daha. PyProject TOML faylı. Və indi hal-hazırda bir fikir verin ki, 3.13 versiya və daha yuxarı olacağını proyektimdə vurğulanır. Əslində bu ana qədər mən istənilən Python versiyasını yükləyə bilərdim. Yüklədim də 3.9-u yüklədim, 3.8-i yüklədim. Mən sadəcə onu yüklədim ki, lazım olsa onlara keçid alım və deyək ki, mən müəyyən etdim ki, mən indi yazmaq istədiyim komponent, hər hansı bir kod əslində böyük mənim layihəmin bir parçası olacaq, amma o həmin layihə 3.9-da yazılıb. Və təsəvvür edin ki, indi bu saat gəlin deyək ki, öyrənmək istəyəm hansı versiyadayım, bir daha yazaq. UV run Python və versiya nə idi öyrənmək istəyəm 3.14'dür. Və keçid almaq istəyəm 3.9'a, çünki oradakı olan imkanlarla yararlanım. 3.12'də, 3.13'də və 3.14'də və s. elə imkanlar var ki, 3.9'da yoxdur. Hələ gəlməyib. Və həmin mühiti yaşamaq istəyirəm. Yəni sonra mənim kodum error verməsin, mən böyük layihəyə bunu birləşdirəndə. Və gəlin deyək ki, mən 3.9'u qoşmaq istəyirəm. Yazıram UV və səhv etmirəmsə Python pin 3.9. Belə bir şey yazmaq istəyirəm. Enter vuram və burada error alıram. Deyir ki, sən öz TOML faylında dedin requires Python 3.13'dən yuxarı. Bu zaman mənə mütləq şəkildə lazım olacaq ki, elədirsə, gəlin burada TOML faylında dəyişiklik edim ki, sonra öz proyektimə uyğun olaraq 3.9'u hansını ki mən artıq yüklədim özümə, artıq ona keçid alım, onu istifadə edim. Enter vuranda artıq 3.14'dən keçid aldım 3.9'a. Nə gözəl. Baxın, belə şeylər var ki, biz hərdən əvvəllərdə illər öncəsi yazdığımız proyektdə elə anlar olur ki, deyək ki, sifariş gəlir ki, filan şeydə yazmaq lazımdır. Amma bizlər artıq 3.15'də yazırıq, 3.14'də yazırıq, 3.13'də yazırıq və əlimiz öyrəşir. O yeniliklərə əlimiz öyrəşir ki, da 3.13'də olanları yazmağa cəhd edirəm, error verə. Nə edirəm? Mən UV ilə özüm üçün 3.9-cu versiyanı seçirəm, sonra kod yazmağa davam edirəm. Gəlin ən sonda da təsəvvür edək ki, biz həqiqətən də başqa bir layihənin içində UV-ni artıq istifadə etmək istəyirik. Baxmayaraq ki, pip install ilə başlamışdıq və təsəvvür edək ki, artıq requirements txt faylı var. Və nətər edək ki, sözü gedən, baxın, indi bu saat mən yenə sizə göstərim, code PyProject TOML və hətta 3.9'u dəyişim, eləyim 3.13, tamam. Və indi bu saat dependencies, indi bu saat burada gördüğünüz kimi request yazdığımdır. Amma eyni zamanda sizlər üçün bir də nəyi göstərmək istəyirəm. Burada məndə request var, onu da request requirements faylı var, onu da göstərim sizə. Code
requirements və görəcəksiniz ki, Fast API və Fast API deyirik ya da Fast API deyirik. Bir də Flask var. Deyək ki, mən istəyirəm ki, mən Py Project'imdə onu görsün və ümumiyyətlə UV ilə artıq bütün işlərimi görmək istəyirəm. Nə edəcəm? Mən deyə bilərəm ki, UV add və mən requirements textini elə UV vasitəsilə həll etmək istəyirəm. Eyni zamanda 3.9 mən nə isə etməmişəm. Deməli, keçid almamışam, üzr istəyirəm. Bəx o komandanı unuttum. Tamam. Deməli 3.13-dən 3.9-a keçdik, amma qayıtmadıq. UV deməli nə yazırıq ona ilahi? Eyni zamanda praktikadır. Python pin 3.13. Tamam. Və indi bu saat bəx yazdığımı yenə yazmağa cəhd edərəm. Və indi gördüyünüz kimi o artıq anladı məndə nə var nə yox və həmin sözü gedən iki modulu bura birbaşa təşkil etdi və istəyirəm kod, baxın elə bu praktikada özü əgər versiyalar dəyişiriksə biz böyük problemlər yaşayırıq və əvvəldə dediyim kimi mənim əgər köhnə yazdığım 3.9-daydısa ola bilməz ki bu həmin sözü gedən Flask və Fast API həmin yeni versiyalarda ola. O vaxta dönəmə müvafiq olaraq versiyalarda olmalıdır. Bu da çox ciddi məsələdir və Py Project-ə yenidən yönələcəm və burada görəcəm ki, Flask da gəldi, Fast API də gəldi. Nə maraqlı, nə gözəl. Belə şeylərimiz var əslində. Və əgər silmək istəyirəmsə, yazıram UV remove və məsələn deyək ki, Fast API. Burada Fast API düz yazandan sonra burada görəcək ki, sözü gedən element silindi mənim modulum və yenə Tomla baxmaq istəsəm, görəcəm ki, Flask və Request var və salam, remove da edə bilirik. Düz yazsaq, başqa nə deyim, məsələn, raf var. Mən eyni zamanda mənim birbaşa elə bir instrumentlərim var ki, bir UV vasitəsilə mən öz kompüterimə, yəni öz sistemimə əlavə edə bilərəm. Linterdən yoxlamaq istəyirəmsə rafla, mən onu burada elə təşkil edə bilərəm. Yaza bilərəm ki, UV tool install raf səhv eləmirəmsə gəlməlidir və indi bu saat mənim üçün rafı kompüterə birbaşa dəvət edir. Gözəl şəkildə təşkil olunur. Əla və raf, hətta deyim, yoxlayım hələ birinci which raf. Görək doğrudan da ki, izolyasiya olunmuşdu mu? Doğrudan da mı lokaldadır mı? Və görəm ki, bəli, məndədir özümün lokal adında bir şərait var. Ora atılır, heç nə ilə qarışılmır. Gözəl, həqiqətən də möhtəşəm təşkil olunub. Amma yaza bilərəm raf check. Görüm linter mənə nə deyir? Hər şey gözəldir. Mənim əgər faylımda, proyektimdə bir problem varsa o mənə deyər. Bu ayrıca bir mövzudur. Biz buna dair ayrıca bir yanaşmamız var. Python dünyası çox böyük bir dünyadır. Onu belə bir sayda elə mən Kocaz olaraq Azərbaycanda Pythona dair OPA kimi videolarımı gətirib, amma hələ də bilirəm ki, bir o qədər də çəkməli işlərim var. Amma nə edim, bu dünya, bu Python dünyası bitmək bilmir. Çox maraqlıdır və görün, UV ilə mən daha nələr edə bilmirəm. İstədiyim tool, istədiyim instrumenti birbaşa dəvət edə bilirəm. Lazım olanda remove edə bilərəm. Deyirəm da nə istəyirsinizə, ən mükəmməl olan, tez, çevik işləyən, özdə populyar, həqiqətən də möhtəşəm Rust dilində yazılmış belə bir package manager UV bizlər tərəfdən çox istifadə olmaqdadır. Möhtəşəm bir məhsuldur və gördüyünüz kimi nə pip yazdım, nə Python-ı UV-siz yazdım. Mən heç nə əvvəldə bildiklərimlə etmədim. Nə etdimsə UV içində etdim. Həm import, həm modullarımı dəvət elədim. Həm eyni zamanda onları silə bildim, instrument əlavə edə bildim, Python çəkə bildim yeni versiyalarda, gedib hardansa, necəsə Python versiyasını gətirmədim özümə. UV bunları edə bilir, UV ilə də nələr etmirik, hər şey edə bilirik. Möhtəşəm bir şeydir və bizlər hətta bir
team şəklində olanda, yəni bir komanda olanda bizlər elə bir UV-ni işlədirik ki, daha narahat olmaqsa. Üstəlik də gördüyünüz kimi mən Venv nədir unutmuşam. Heç Venv-i aktiv elədimmi, activate elədimmi? Xeyr. Heç Venv barədə düşündümmi? Xeyr. Hər şey UV ilə yazdım, UV ilə də işlədi. Möhtəşəm. Lokal izolyasiya olunmuş, müstəqil şəkildə gözəl işləyən bir şeydir. Mən özüm şəxsən ciddi layihələrimdə, haçan özüm müstəqil yazıramsa, UV-siz mümkün də deyil. Vərdişən artıq biz unuduruq Venv, amma sizlərə çəkirəmsə, sizlərlə başlayıramsa, mən Azərbaycanda elə edirəm ki, sıfırdan başlayaraq OP dünyasına kimi Python, pep install və digər bilikləri, standart bilikləri istifadə edərəkdən Azərbaycan dilində Pythonu gözəl biləsiniz. Amma Pythonun gözəl başqa dünyası da var. UV kimi və s. və ilə haçan bitmək bilmir də. Dəhşət bir şeydir Python və dəhşət imkanlara sahibdir bu Python dünyası. Amma o kəslərə ki, həqiqətən də sıfırdan bu Pythonu öyrənir. Python başqa bir şeydir. Və bu səbəblə nə edirik? UV-ni gözəl bilmək istəyənlər və həqiqi peşəkar formada terminal vasitəsilə UV ilə xaliqələr yaratmaq istəyən Kozas kanalına abunə olmalıdır. Bilməyənlərə paylaşıb bu video ilə göstərməlidir. Onu da elə Kozas kanalına abunə olmasına sövq etməlidir. Like və paylaşım olmadan biz bir-birimizdən xəbər ala bilməyəcəyik. Bu çox vacibdir. Mən əlimdən gələni edirəm ki, Python dünyasına dair nə varsa Azərbaycan dilində olsun. Çünki Azərbaycanda proqramçı sayı, developer sayı o qədər çox olsun ki, bizim heç bir ölkədən, heç bir mövzuda geri qalmağımız olmasın. Nə qədər çox peşəkar proqramçı olsa Azərbaycan bir o qədər öndədir. Sağ olun, sağ salamat.